Binəqəddə binaların birində sakinlər 3 ildir ki, çıxarış ala bilmirlər. Dəfələrlə aidiyyatı üzrə müraciət ediblər, amma xeyri olmayıb. Üstəlik binada generatorun da olmamasından problem yaşayırlar. 2022-ci ildən bəri çıxarış söz verirlər, hər ay alladırlar. Bu sakinlərin bura toplaşmasına səbəb illərdir ki, çıxarış ala bilməmələridir. Deyirlər ki, bugün, sabah deyə-deyə ili ilə calayıblar. Amma hələ də çıxarış yoxdur. Biz Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 22-ci Dağlıq məhəlləsindəyik. Bina 2022-ci ildə sakinlərə təhvil verilib. 66 mənzili olan binanın hazırda 48 mənzilində yaşayış var. Yaşayış olsa da, amma sakinlər evlərində hələ də rahat yaşaya bilmirlər. Buna səbəb isə çıxarışın verilməməsidir. Onlara hər dəfə müxtəlif bəhanələr gətirilərək məsələnin növbəti ay həllini tapacağını deyirlər. Beləliklə günü-günə sataraq 3 illərini tamamlayıblar. Qeydiyyata düşə bilmirik. Uşaqlarımız, nəvələrimiz bağçaya gedə bilmir, məktəbə gedə bilmir, problem yaranır. Aidiyyatı qurumlara yazmışıq, aidiyyatı qurumlardan hələ də bir reaksiya yoxdur. Bu qədər xərc çəkib mənzil alırıq, onu mülkiyyət hüququ ala bilmiriksə, yəni bu elə bir hamı üçün çətin bir şeydir. Bizdə balaca uşaq var. Biz bura məktəbə qoyanda uşağı çox əziyyət çəkdik də. Yəni uşağı məktəbə götürmürdülər ki, qeydiyyata yoxdur burada. Sakinlərin problemi bununla da bitmir. Deyirlər ki, bina tikilən zaman generator olacağı deyilsə də, amma hələ də binaya generator qoyulmayıb. Bu səbəbdən də işıqlar sönəndə əməlli başlı problem yaranır. Axsağı var, yeriyə bilməyəni var, əllər arabasında gəlib liftə minənləri var. İşıq keçir, qalır saatlarla liftə. Məsələ ilə bağlı MAP MMC-nin direktoru Zamir Talıbovla əlaqə saxladıq. Direktor bu dəfə də andaman elədi ki, 2026-cı ilin ilk aylarında sakinlər çıxarışlarına qovuşacaqlar. Sənədlər verilib hamısı. Elektron qaydada müraciət eləmişik, belə də müraciət eləmişik. Gəlib baxıblar da, baxış keçirdiblər də. Sadəcə bizdə bir nöqsanlar var idi, fövqəladan standartlarına uyğun deyildi. Onları həll edirik. İnşallah 26-cı ilin marta, maya, aprelə belə verirlər də. Generator məsələsinə gəldikdə isə Generator almış sakinlərə demişəm, xəbərdara eləmişəm. Sadəcə olaraq 5 gün, 10 günə gətirib quraşdıracaqlar. Yəni bu yaxın 10 gün ərzində olacaq da generator. Bəli. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, sözgedən binaya istismara hazırlıq aktının verilməsi barədə MAP MMC tərəfindən tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə müraciət olunmayıb. Ümid edək ki, sözgedən MMC bu dəfə bizə də sakinlərə verdiyi kimi yalan vədlər verməz.